Hər kəs salam dostlar, mən Games AZ bugün DLS 2026-da yenidən sizlərlə birlikdəyəm. Səhv etmirəmsə 3-cü bölümü oynayırıq. Artıq 2 video bu DLS haqqında atmışam. Birinci yeni çıxan versiya haqqında, ikincisi də artıq komandamızın tərzini falan filan bunları danışdıq. Və indi isə keçək artıq öz oyunumuza dostlar. Keçən bölümdə də başlamışdıq təbii ki. Bu bölümdə görək Dream League Soccer gol verdi sağ olsun. 2000'i keçən Ducatımız var. 334 almas daşımız var. Ödülləri alaq. Hər dəfə də ödül falan verirlər çox gözəl şəkildə. Buradan da gördüyünüz kimi yükseltmək üçün, oyuncuları yükseltmək üçün yeni koç falan verirlər. Artıq 37 ədəd toplamışam. Ən çox kondisyon fizioterapist də toplamışam. İləridəki zamanlarda olacaq və özəlliklə oyunu indi bu gün oyunu çəkmək istədim. Age of Story-ya isə bir sonraki gün davam eləyəcəyik qaldığımız yerdən dostlar. Gördüyünüz kimi Qarabağla ən çox əlimizdə olan pulla klubumuzun indi stadion və tesislərini böyütməyə çalışacağam. İlk öncə təbii ki stadiondur. Stadionu yeşil sahanı şeriti necə eləyək daha çox. Belə etsək olmaz. Məncə fərqli. Bəli, belə etsə biraz daha çox olur. Və ilk öncə təbii ki stadionumuzun efsane kapasitesində düzəldə bilərik dostlar. Belə bir şey verir bizə pulla da təbii ki bu şampiyon arenası, uluslararası stadion bunlar da pulla ala bilərsiniz dostlar. Biz də təbii ki bu oyunu oynayacağıma görə buna dollar oyuna pulla vurub elə bir şəkildə stadion alacağıq. Amma indi isə ilk öncə özümüzü bir özümüz öz pulumuzla yığacağımız şəkildə stadionumuzun kapasitesini böyüdək. 12694 nəfər idi. İndi buranı böyütsək təbii ki bizim üçün bu dəqiqə. İlk öncə stadionumuzun bir adını dəyişək. Yadımdan çıxmışdı bu da. Təbii ki buranı artıq belə eləyək. Tofiq Bəhramov Stadion. Bəli, indilik belə eləyək çox gözəl bir şəkildə. İndi kapasitesini böyüdək. Gördüyünüz kimi sağ tərəfdə 661 istəyir, çox pul istəyir. 692. Bunu etdiyimiz halda 16 aya gedib çıxır. Bəli, bunu da eləyək və çox gözəl. Bir sonraki səviyyəyə də atladıq. Hardasa 2 səviyyə daha doğrusu. 12.000 idi, 16.000 olduq və 2 stadionu keçdik dostlar. Çox gözəl. Artıq stadionumuzun bu sol tərəf, sağ mı deyirlər, sol tərəf oradan gözəl bir şəkildə oranda böyütdük və artıq bir sonraki akademiyədən sonraki tura yəni küməyə atlaya biləcəyik dostlar. Belə kayıtlara baxdığımızda kupalardan göstərilir təbii ki akademiya küməsindən amatör küməyə. Yəni akademiya o qədər aşağıdır ki, ondan sonra hələ amatör var, 4 var, 3 var, 2, 1 və s. beləncə davam eləyir dostlar. İndi isə sizə göstərəcəyim bir şey var. Təbii ki klandır. Klanı necə qururlar onu da bilmirəm. Artıq qurublar. Bunda təbii ki hələ klan qurmayacağam. Zaten hər kəs qurub istədiyi qədər puan toplayıblar. Gördüyünüz kimi puandır nədirsə artıq. Amma yəni ki təbii biraz abunəmiz də çoxalsın və biraz da izləyicimiz də çoxalsın. Ondan sonra başlayarıq, klan qurarıq və aramızda oynayanlar da oynaya bilər dostlar. 1412 pulumuz var və klubumuz da gözəl bir səviyyədir. İstədiyimiz həmənki Qarabağ səviyyəsinə gətirdik, çıxartdıq və indi transferlər yerinə girək. Burada gözümə batan bir şey oldu və dünəndən bəri, hətta 2 gündən bəri oynamıram. Müdafiəyə gözəl biri taxıldı gözümə. Təbii ki, Benoit Vadiyevlidir və çox yaxşı güc top qapması var. Boyu həddindən artıq 2 metrəyə hardasa yaxındır və sol ayaqdır. 71 reytingdir, 775 Ducatdır və bunu təbii ki almağı düşünürəm. Baxaq, ilk öncə gördüyünüz kimi 69 reytingindən bir yerdə oynaya bilər. Çox yaxşı. Artıq ilk öncə birinci olaraq müdafiəni dəyişirik. Ya Allah, bismillah. Xeyirli uğurlu olsun dostlar. 69.7 hardasa 7 plus 70% güclü olacaq hardasa. Bəli, ilk transferimiz gerçəkləşdi. Gördüyünüz kimi çox gözəl. Ahara oyun kaydı. Hər nəysə, indi ilk öncə bizim əsas kadromuzu belə oluşturaq. Təbii ki
Bəli dostlar, artıq kadromuzu da düzəltdik. İndi isə keçək oyunumuza. Və ilk öncə təbii ki, sizinlə birlikdə Dream Liga Live-ı oynayacağıq. Dostlar, gördüyünüz kimi heç çox aşağı bir səviyyədə qarşımıza çıxan komandalar da çətin olacaq. Və bu Dream Liga Soccer oyunu da bəlkə bir uzun bölümlər eləyəcəm. Bölüm deyil, sadəcə həddindən artıq uzun olacaq. Komandanın kadronu sizinlə yığacam və sonra böyütdükdən sonra istəyən birinə münasib qiymətə satacağım dostlar. Bilginiz olsun. Haydi keçək. Bismillah, yayğın deyir. Kullan. Bu nədir? Və görək bizə necə bir rəqib düşəcək. Hər halda çətin bir rəqib. Bizə aid. Dream League'e hoş geldiniz. Biraz kodunu alsaq. Bəli, yəni ki, bizə aid səviyyədə olur. Qarabağ, Beşiktaş xeyirli uğurlu olsun. Yəqin ki, türkdür oynayan. Videom bəzi gecələrində çünki ilk dəfədir YouTube'da belə çəkirəm və normal bir ilk dəfə DLS olaraq YouTube'a video atıram. Turam var burada, yəni ki mən orada alıb satmışdım da normal görsənsin deyə görək necə olacaq, uduzacaq mı, utacaq mı, nətər olacaq. Və çox gözəl. İlk golumuzu atdıq, çox şükür. Təbii ki, orada mən qorxdum, dedim indi bizə 80-90 100 reytingə yaxın, 100 yoxdur, təbii ki, full potensial reytingli oyuncularla 90, 95, 80, 85 gələcək deyə. Amma yenə də kodum verim ki, biraz speaker danışsın. Yenə də gördüyüm o ki, yəni çox yaxşı qurublar bunun sistemini, özümüzə, öz reytinglərimizə aid səviyyədə bizə klublar göndərirlər. Çox gözəl. Orada biraz yanlış atdım. Bəli, görək. Hər dəfə 1-2 oyun oynayacağam. Hər konseptdə təbii ki, bildiyiniz kimi hər cürə oyunlarda oynayıram. Oyun bilgiləri də deyə bilərsiniz mənə, hansı oyunu oynamağımı istəsəniz. Amma mən yenə də bildiyim bir neçə oyun var. Mesafe çok uzakta olsa pek bir şey fark etmedi. Topun altına tamamen girdi ve kaleciye hiç şans tanımadı. Bu oyuncu uzaktan nasıl vuruldu biliyor. Ustaca bir gol. Bu qardaş deyəsən izləməyi çox sevir. Yəni toxundum amma icazə vermədi. Başlasa gözəl olar. Məncə yəqin ki pes edəcək. Etmir. Hər halda niyə belə eləməyi? Deyəsən pes elədi və 3-0 rakib çıxdı və ilk puanımızı qazandıq dostlar. Xeyirli uğurlu olsun. Bəli, çox gözəl. 820 XP-miz oldu. Görək, yorğunçuluq yoxdur. Haydi bismillah. Bir sonraki oyunumuzda zaten bu oyunda tam olmadı. Oyunda sadəcə 1-2 dəqiqə oynadıq və çok güzel. Yine de bize bugün Dream League canlı fikstüründe büyük takımlar karşı karşıya geliyor. Acaba biraz hangisi aşağı üstün gelecek? Biz de klubumuzu yükseltseydik. Bakalım takımlar bugün sahaya hangi dizilişle çıkıyorlar? 69.7. Ama buradakiler bugün klasik 4-4-2 dizilişiyle sahadalar. Dengeli bir kadro yapısı ve önde çift forvetle güçlendirilmiş bir hücum hattına sahipler. İşte bu da konuk takımın seçimi. Bismillah. Göy rəngdə köynəyimizlə çıxırıq. Tişörtmə. Martins ver o topu mənə. Çox gözəl. Topu kazanmaya çalıştı ama başaramadı. Özümüz gecək. Zubir. O an bu an yoksa. Penalti. Hakem penaltı noktasını gösteriyor. Sarı kart. Bir de bu oyunun tabii ki oyuna başlanğıcda da video çəkəcəm. Birbaşa DLS-nin için yok. Oyun editləri də göndərəcəm və Kadi. Desən Kadi idi. Bir də bunun nömrələrini də dəyişəcəyik. Dostlar, yəni hamısını sizlərlə bərabər paylaşacağım ki, həqiqi bir klub performansı hissiyatı, ailə hissiyatı verə bilək. Bütün oyunlarda belə gerçəkçi, real və belə hisslər də doğru gözəl vibe'larda sizlərlə paylaşacağım. Hadi Koman koş. Yetişə bilmədi. Ne inirsən sən? Hey. Sol cinaqda boşluq var. Martins'te kaldı top. Martins çok yaxşı gəldilər bu arada. Top ayağında. Qapısı Ruben Blanco. İcazə vermə. Belə yəni birbaşa oyun animeli falan belə oyun da çəkəcəm. Yəni animasyon daha doğrusu. Anime deyil. Şimdi top forvette. Yəni həqiqi futbol vibe'ı verən videolar da çəkəcəm dostlar. Topa iyi sahip oldular.
sonradan görüntüləmə falan, ikinci dəfə epizodları izləmək, həqiqətsin. Hamısını çəkəcəm. Kornerə çıxartdı. Oyun biraz zəif irəliləyir sanki. Videoda 12 dəqiqə gəlib. Olsun. Ötürmə. Hurts. Martins birbaşa qapıya şut. Dikalay. Qapısının adı. Yəqin ki biraz da özürlü sayım. Burnum axır, buramda bağlaya bilmirəm. Çünki editdə kəsə bilmirəm. Çünki bu oyunun tam içidir və Jota deyəsən ikinci qola gedir. Yəqin ki qapıcı Macaristanlıdır. Maçıdan daha yakından bakma şansımız var. Milli komandası Macar oyuncular da çoxalıb. Yəni bir Azərbaycan qalıb. Azərbaycan klubu müdahale etmeye çalışsa da topa dokunamadı. İyi savunma yaptı. Onu da keçə bildiysə artıq biz rahatlıqla oynayacağıq bu oyunu görünür. Spero bu müdafiəçi biraz çətinlik verir bizə. Çelika alır. Yapmaya çalışsa da başarılı olamadı. Ortaya pas. İlk yarıda 2-0 mağlup durumdalar. Ancak ikinci yarıda her şey değişebilir. İkinci yarıda nə edəcəyik? Əvəz etmək edəkmi? Əvəz etmə və Dahil getsin Cristians'ın yerinə. Çünki yaxşı qatırardasa 80 reytinqə falan qədər qatabilir gördüyünüz kimi. Hızlı da bassaq 80 reytinq olacaq. Lütfən hadi oyuna gir dostum. Yoxsa pes mi edirsən? Bax 1 saniyə qalıb. Haydi. Bismillah. Haydi girdik. İkinci yarıda sadece bir değişiklik yaptılar. Yok. Pas alışverişleri adeta nokta atışı. Orada gerçekten çok iyi iş çıkardı. Kaleciyle karşı karşıya kaldı. Zayıf bir vuruşla topu dışarıya yolladı. 66 reyting, 71 reytingdən daha çoxdur top. Daha doğrusu gücdə. 66 reytingli oyuncumuz 82 gücdəykən 72 reytingli oyuncumuz sadəcə 80 gücdədir. Ona görə də dediyim kimi sadəcə reytingdə overall'a falan baxmayın. Az da dışarı gitti. Biraz daha zəifdir internet. Yəni çöldə külək olduğu üçün qış ayları. Bu arada indi yadım düşdü. Artıq videonun axırına qədər falan gəlmişim. Üzrü sayın. Təbii ki yeni ildə daxil olduğunuzu təbrik edirəm. Allah'ın izniyle bu il sizlere hayırlı ve düşerli olar dostlar, izleyiciler. Topu kaleye gönderdi. Top farklı şekilde dışarı gitti. 60. dəqiqədir. Əvəz etmə etsəyim. Gol olmadı. Ama ne kadar yakından kaçtı bir bakalım. Hurts'un yerine Brenner'sə bax. Ortaya da bir belə eləyək ən yaxşısı. Defansımı gətirsək. Ortaya belə birlikdəlik etsək gözəl olacaq. Bəli dostlar, video 17-18 dəqiqə falan çəkəcəm, amma 14-15 dəqiqəyə qədər düşəcək. Çünki səhv çox ilk dəfə bu oyunu YouTube'a çəkib atdığım üçün çox səhvli yerlərim var və ona görə çox kəsəcəyim yerlər olacaq. Bu arada burada internet mi zəif olur, həqiqi real oyundur deyə bilmirəm, amma çox gözəl pas gələrdi orada. Hə, ikinci şansı da yaxşı istifadə elədi. İçəri pas, içəri şut, qapıcı çıxartdı, bir boşa qapıya şut. Çox gözəl. Sahaya taze kuvvet sürmenin vakti gelmişti. Robinson mu? Robinson mənim tanıdığım skor Robinson. Olarak gerideler boşa ve bu qapıya hücumda icazə bir sonuç vermədi. elde etmek istiyorlar. Dahil. Tamam. Kafayı vurdu. Brenner. Büyük bir azimle ve temiz müdahale etti. Yəni oyuncu əvəz eləyərik. 80-ci dəqiqəyə yaxın bir oyuncu əvəz eləyərik. Takımın performansından da görebileceğiniz gibi bu kesinlikle teknik direktörün istediği bir oyun Müdafiə değil. xəttimiz indi istədiyimiz kimdir. Yəni güc və top qapma çox əladır. Qapıcı çıxsa əla olar. Nə edirsən qapıcı ilə? Topu tehlikeli bölgeden uzaklaştırdı. Yaxşı anlaşa bildim. Hələ ki dilim bilmir komandanı. Robinson önünde buldu topu. Sanki 10 kimi danışıram. Bəli, dediyim kimi bu oyunda biraz donma olur. Yəni ki bu həqiqi adamlarla oynayanda yəqin ki bu normal. Savunma oyuncusu topu geri kazandı ve şimdi atağa çıkmaya çalışıyorlar. Toptan geriye düştüler. Maçı daha fazla geride götürmek istemiyorlar. Bu yüzden bir an önce buna bir çözüm bulmaları lazım. İyi kesti topu. Çox gözəl. Bax boynun uzun Ve olmuş. maç bitti. Hakem iki takımı da soyunma odasına gönderiyor. Son maçımızdı. Bu oyuncu bugün muhteşem bir performans sergiledi. Maçın adamı seçilmeyi sonuna kadar hak ediyor. Bəli dostlar, gördüyünüz kimi
Burada sezon pası da vurmaq lazımdır ki, əlimizə yaxşı pul gəlsin. Bəli, artıq 688 pulumuz var. Abubakar. Qarabağa gəlmək istəyən, Qarabağın gətirmək istədiyi santrafor. Amma təbii ki, buna pulumuz yoxdur. Təəssüflər olsun. Başqa zaten burada da ehtiyac yoxdur. Kimisə gətirməyə istədiyimiz səviyyədə deyirlər təbii ki, buradakı oyuncular. Hər nəysə, gördüyünüz kimi Allahın izni ilə bunları da bir gün alacağıq. Dostlar, senaryoları falan da oynayacağıq. Sizlərdən əlavə, yəni ki, hər Dream Liga live oyununu da sizlərlə paylaşmayacağım. Təbii ki, belə olsa, yəni hər bölümdə eləsək, hər gün bir video eləsək, hər gündə məntiqən 2 oyun olur və o da çox zəif bir irəliləmə olacaq. Ona görə sizlərdən videodan əlavə bütün günü, yəni ki, bu klubu böyütmək üçün, böyütmək amacıyla Dream Liga live oyunlarını bayağı çox oynayacağam. Dostlar, gördüyünüz kimi burada da qaliblərə nə qədər pul da, yəni uduzsan da, ən aşağıda olsan da, yukarıda olsan da qalib, yəni ödül alırsan. Hər nəysə dostlar, gördüyünüz kimi yeni bir oyuncumuzu daha kadromuza qatdıq. 80 reyting, Benot Badeshli, çox gözəl tanınmış oyuncudur. Artıq burada da videomu bitirirəm. Bir sonraki bölümlərdə klanlarda qoşacağıq, yeni oyuncu falan da alacağıq. Davam edəcəyik dostlar. Haydi bugün iş bu qədər. Sağ olun, salamat qalın.